İlk öncə demək istəyirəm ki, Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, hərbçilərimizə qorusun. Yoldaşım haqqında o qədər deyiləsi çox söz var ki, yəni, yazsam bir kitaba belə sığmaz. Çox yaxşı insan olub, çox mülayim, çox sakit, çox gülərüz. Gülərüz gəldi, gülərüz də getdi. Hazıram hər an mən vətən yolunda, öz canımdan keçər, qanımdan keçər. Qismət olsun mənə, arzumdur mənim, şəhidlər geçdiyi şərbətdən içər. Onlar bu vətənə sipər olublar, amansız düşmənə çəpər olublar. Uğrunda vətənin şəhid olublar. Hər zaman onları yad edək gərək, hər zaman onları yad edək gərək. Bu həsrət, intizar, bu zülüm yetər. Nalələr, fəryadlar göylərə gedər. Bu ağrı, bu qisas gün gələr bitər. Ruhum şəhidlərin yad edək gərək, ruhum şəhidlərin yad edək gərək.